Salam müəllimlər, bugünkü mövzumuz 6-cı sinifdən 13-cü mövzumuz olan metal pəstahların yiyələnməsi və ştangir pərcar mövzusudur. İlk növbədə yiyələnmə nədir? Yiyələnmə çertyojda dəqiq göstərilmiş ölçüləri əldə etmək üçün pəstahlardan emal payının, yəni çox da böyük olmayan metal qatının yiyənin köməyi ilə kəsilməsidir. Baxın, yiyələnmə yiyə. Çox sadə və bəsit. Belə yadımızda saxlayırıq. Yiyələr alət düzəltməyə yararlı poladdan hazırlanır. Nədən hazırlanır desək, polada götürürük. En kəsiklərinin formasına, kərtiklərinin növünə, uzunluğuna görə də hər 10 mm-də olan dişlərinin sayına, həmçinin işlək hissələrin uzunluğuna görə də yiyələr fərqlənir. En kəsiklərinin formasına görə yiyələr 7 qrupa bölünür. Onlar hansılardır? Yastı, yarım dairəvi, kvadrat, üçüzlü, dairəvi, romb şəkilli və bıçaq şəkilli olmaqla en kəsiyinin formasına görə 7 növə bölünür. Bəs kərtiklərinin növünə görə neçə qrupa bölünür? Kərtiklərinin növünə görə isə 3 qrupa bölünür. Bir qatlı, 2 qatlı və törpülü. Çox müəllimlər bunu həmişə səhv edir. 1 qatlı, 2 qatlı, 3 qatlı yazır. Xeyr müəllimlər. 1 qatlı, 2 qatlı və törpülü olur. Və hər yiyənin də dişi pas şəklində olur. Qələmin kəsici kənarı da pas şəklində olur. Yiyələr nömrələrinə görə isə 6 qrupa bölünür. 0, 1, 2, 3, 4, 5 olmaqla 6 müxtəlif yiyə növü mövcuddur. 0 və 1 nömrəli yiyələrə dəlici yiyələr deyilir. Bu yiyələr iri kərtiklərə malikdir. Hər 10 mm uzunluğa 5-12 diş düşür və kobud emalda işlədilir. Necə yadımızda saxlayırıq? 0 və 1 dəlici sözü, iri sözü, kobud sözü və 5-12 diş sözün yadımızda saxlayırıq. Bu 0-1 nömrəli yiyələrin əsas açar sözləridir. Və dəlici yiyənin də bir gedişində götürülən qatın qalınlığı isə 0,2-0,5 mm olur. Yiyələr kərtiklərinin formasına görə dedik 1 qatlı, 2 qatlı və törpülü olur. Bəs 2 və 3 nömrəli yiyələr hansı yiyələrdir? Orta kərtiklərə malik xüsusi yiyələrdir. Belə yiyələrdə də 10 mm uzunluğa 13-26 diş düşür. Və əsas qatın dəlici yiyələrlə götürdükdən sonra işləyir. Baxın, dəlici yiyəni demir, dəlici yiyələrlə götürdükdən sonra deyirsə, deməli bu xüsusi yiyələrin açar sözüdür. Və xüsusi yiyənin də bir gedişində metalın götürülən qatının qalınlığı 0,1-0,3 olur. 3'ü 0,3 kimi yadımızda saxlaya bilərik. 4 və 5 nömrəli yiyələr bəs hansılardır? Bunlar məxməri yiyələrdir. Bunlarda da hər 10 mm uzunluğa 42-80 diş düşür. Və məxməri yiyələrdə də səthin təmizlənməsi və cilalanması üçün tətbiq olunur. Hər gedişində 0,5-0,1 mm qalınlıqda metal qat götürülür. Yiyənin uzunluğunu soruşursa 100 mm-dən 400 mm kimi olur. Pəstahdan isə 150 mm uzun götürülür. Xırda detallar və ince iş tələb edən pəstahların təmizlənməsində isə uzunluq 80-160, qalınlıq 1, diametr 2-3 deyirsə bu artıq natfillərdir. Yiyənin uzunluğunu deyirsə 100-400'dür, amma 80-160 deyirsə artıq bu natfillərin uzunluğudur. Natfillərdə də hər 10 mm uzunluğa 20-112 diş düşür. Yiyələnmə zamanı iş vəziyyəti pəstahların təmizlənməsində olduğu kimi yerinə yetirilir. Yiyəni dəstəyin girdi hissəsi, yəni sağ əlin ovucun içinə dirənməlidir. Sol əldə isə yiyənin kənarından 20-30 mm geri olmaqla yiyənin burun hissəsinə qoyulur. Paralel müstəvi zamanı, baxın, müstəvi desə biz artıq paralel yiyələnməni götürəcəyik. Böyük emal payı çıxarırsa eninə yiyələnmə, böyük eninə. Səthin düz xətli deyirsə artıq bu uzunla yiyələnmədə tətbiq olunur. Və yiyənin də əsas uzun yiyəni daha baxın müəllimlər. Eninə deyirsə uzununa, bu hissəyə diqqət yetiririk. Eninə uzununa. Düz xət eninə deyirsə böyük. Yəni deyəcəklər ki, eninə uzunluğunu necə fərqləndirir? Deyirik ki, eninə deyirsə böyük, düz xət deyirsə uzununa. Və ştangir pərcarında dəqiqlik deyirsə, hər bölgünün uzunluğu deyirsə, biz onda hər bölgü sözü varsa
1,9 mm sözünü götürürük hər bölgü sözü. Pəstahların yiyələnmə üsulları 4 cürdür. Şəkilə diqqət yetiririk. Burada eninə üsuldur. Burada uzununa 30-40 dərəcə varsa çarpaz və bu da dairəvi üsuldur. Pəstahı soldan sağa çəpinə xətlə, eninə və sonda sağdan sola çəpinə xətlə yerinə yetirirsə, bu artıq çarpaz yiyələnmə adlanır. Son işlənmə isə dairəvi yiyələnmə ilə yerinə yetirilir. Nazik təbəqə metal və məftildən detalların hazırlanması zamanı ən sadə nəzarət ölçü aləti olan xəttkeşdən və çilingər bucaqlığından istifadə edirik. Detallara daha böyük dəqiqlik ölçmək üçün isə biz ştanger pərcardan istifadə edirik. Ştanger pərcarda detalların xarici və daxili ölçüləri, deşiklərin, oyuqların və kiçik qanovların dərinliyini ölçmək üçün nəzərdə tutulmuşdur. Ştanger pərcarda da ölçmənin sərhəd və dəqiqliyi bir-birindən fərqləndirir. Sənaye müəssisəsində ştanger pərcar ən əsas ölçü alətindən biridir. Deməli, sənaye müəssisəsində ən əsas ölçü aləti hansıdır? Ştanger pərcar. Onda müxtəlif peşələr üzrə fəhlələr, dəzgah və çilingər işləri üzrə nəzarətçilər istifadə edirlər. Ştanger pərcanın ölçü həddi 125 dəqiqlik 0,1-dir. Hər bölgüdə isə 1,9 mm, ölçü həddi deyirsə 125, dəqiqlik deyirsə 0,1 mm götürürük. Ştanger pərcanın dodaqlarının vəziyyəti isə sıxıcı vitlə tənzimləmək lazımdır. Bəs ştanger pərcar özü neçə hissədən ibarətdir? Ştanger pərcar özü müəllimlər 9 hissədən ibarətdir. Kitabda yoxdur, mən özüm deyirəm, onları qeyd edirsiniz. Birinci ştankdır. Hərəkətsiz yuxarı dodaq, hərəkətli yuxarı dodaq, çərçivənin sıxıcı vinti, hərəkətli çərçivə, dərinlik ölçən, nonius, hərəkətli aşağı dodaq və hərəkətsiz aşağı dodaq. Bir daha sayıram. Ştank, hərəkətsiz yuxarı dodaq, hərəkətli yuxarı dodaq, hərəkətsiz hərəkətli, çərçivənin sıxıcı vinti, hərəkətli çərçivə, dərinlik ölçən, nonius, hərəkətli aşağı dodaq, hərəkətsiz aşağı dodaq. Ştankla ştrifti bəzi müəllimlər qatışdırır. Ştrift yox müəllimlər, ştank. Mövzumuzun izahı bu qədər.